Bərdədə aramsız yağan yağışlardan sonra rayonun bir neçə küçəsində asfalt örtüyündə çökmələr və çuxurlar yaranıb. Yollarda yaranan problemlər xüsusilə nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib və sakinlərin narahatlığına səbəb olub. Məsələ ilə bağlı vətəndaşların müraciətini nəzərə alaraq Bərdə rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, hava şəraiti normallaşdıqdan sonra həmin küçələrdə təmir və asfaltlanma işlərinə başlanılacaq. Vüsal Rafiqoğlu, Mirəli Məhmədov, Aran TV, Bərdə.